Sakura'nın bəzi serverlərə getdiyi deyə bir iddialar var. Hər kəs salam dostlar, yepyeni Free Fire videomuza da xoş gəldiniz. Dostlarım, bu dəfəki videoda sizlərə yeni gələcək etkinlikləri göstərəcəm. Əgər bu videoya da ən az 400 like gələrsə, bu serinin davamını gətirəcəm. Əvvəla günün sualını sizlərə təqdim etmək istəyirəm. Sualımız budur. Free Fire'a ilk gələn gəliş effekti hansıdır? Bilən varsa kommentə yaza bilər. Görək kim düz tapacaq. Səhv cavab verməkdən də qorxmayın. Rahat bir şəkildə öz fikrinizi şərh qisminə yaza bilərsiniz. Ən azından hünər göstərmiş olursunuz. Nəysə, vaxt itirmədən keçək videoya. Videoya başlamazdan öncə bu tip videoları qaçırmamaq üçün kanala abunə olub videolara like atmağı unutmayın. Hazırsınızsa gəlin başlayaq. Deməli dostlar, ilk etkinliyimiz budur, görmüş olduğunuz kimi. Bunu yəqin tanıyan tanıyır. 6-cı il dönümünə özəl gələn həmin o paltardır. Bunu yenidən Token Win, yəni şans çarxına gətiriləcəyi daha doğrusu gözlənilir. Qəşəng paltardır, amma kombinlik deyil. Təəssüflər olsun ki, sadəcə kolleksiya kimi hesabınızda yerləşdirə bilərsiniz. Orada baxın, orada dönüşən paltarlar da var. İndi onları da sizlərə göstərim yavaş-yavaş və sonra keçək növbəti etkinliyimizə. Bunlar da keçən ilki paltarlardır. Bu 7-ci il dönümünə özəl gəlmişdi. Yəni bilən bilir zaten. Keçən il yox, iniş il gəlib bu paltar. Bu da bu nə vaxt gəlib uşaqlar? Bu 6-cı il dönümünə özəl deyəsən gəlib. Bu da deyəsən 6-cı il dönümünə özəl gəlib. Qəşəng paltardır, pis deyil. Bilmirəm, səhv edirəmsə yazarsınız kommentə. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, əvvəl göstərdim, indi isə yenidən göstərim, çünki videoya yeni gələnlər ola bilər. Pandalı AVM deseni gəlir. Düzdür, bir ara gəlmişdi. İndi isə yenidən gətiriləcəyi gözlənir. Baxın, dürbünü falan, yəni özü ayrıca görünümlüdür. PUBG Mobile-da kimi eləyiblər. Silahın dürbünü də desenə aid olurdu. İndi buradakı silah desenin də həminki qaydada olacağı gözlənilir. Mən bilmirəm, bu desen yenilik olaraq gətirdilər. Burada görmüş olduğunuz kimi baxın, böyle bir AVM deseni var. Bunun ağından məndə var. Yəni ehtiyac yoxdur almağa. Amma yenə də gəlsə görək, bəlkə alarıq. Gəldik An94 deseninə. 2 ədəd An94 deseni var. Biri sadədir, biri isə baxın belə bir atölyedir. Qəşəngdir, ha, pis deyil. Köhnədir bu. Yəni bunu gətirsələr yaxşı olardı. Kiminki hesabında yoxdur, təmin eləyərdim. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, baxın, Evo kasası günü-gündən dəyişir. Bir serverdə başqa cür olur, digər serverdə başqa cür formada olur. Ona görə də Evo kasasını tam dəqiq formada mən sizə deyə bilmirəm. Hər ehtimala qarşı da hər videoda, yəni digər serverdə olanları göstərirəm ki, çaşbaş qalmayasınız. Yəni bilinmir, AUG-un Evo'su da gətirilə bilər gələn dəfəki Evo kasasında. Evo kasası bu şəkildə də ola bilər. Təbii ki də Groza ilə P90'ın yerinə başqa Evo'lar olacağı gözlənilir. Amma M1014 və UMP-nin gələcəyi dəqiqdir və AUG-un da gələcəyi dəqiqdir. Ayın 24-dən sonra gəlmə ehtimalı böyükdür. Hər halda da yəni yeni Evo'dur. 9-cu il dönümünə əzəl onu mütləq və mütləq şəkildə gətirəcəklər. Amma maraqlıdır, görəsən Evo çarxına bu şəkildə mi gələcək, yoxsa ayrıca bir otomat şəklində mi gələcək? O çox maraqlıdır. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, baxın, Skar'ın şans çarxı gələcək. Bunu zaten bilən bilir. Skar'ın köhnə atölyələrini bir şans çarxına yığacaqlar və burada sizlərə nümayiş etdirəcəklər. İndi kimin hesabında yoxsa, kimin ürəyi istəyirsə ala bilər. Məndə Evo var deyə, yəni heç bunlara ehtiyac yoxdur. Yəni mən bunları alacağımı düşünmürəm. Hələ mələk şalvarlarının gələcəyi gözlənilir. Əsasında mələk şalvarlarını mütləq və mütləq şəkildə çox istəyirəm. Yəni hesabımda olsun. Mənim hesabımda caz pantolon var, amma mələk şalvarı yoxdur. İnşallah bunlar da gələr. Bu arada bu etkinliklər, sizlərə göstərdiyim bu etkinliklər OB20, daha doğrusu ayın 24'ü gələcək olan OB54 güncəlləməsindən sonra bir-bir şans otomatına gələcəyi gözlənilir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, baxın, belə bir efsanəvi kostyumlar yer alacaq. Hansı ki, keçənki illərdə gəlmiş olan bütün efsanəvi kostyumları bir token ilə şans çarxına yığıb bizə nümayiş etdirəcəklər. Belə olma ehtimalı var. Gələ də bilər, bu şəkildə gəlməyə də bilər, başqa cür formada da gələ bilər. Çünki bu tərz efsanəvi kostyumlar normalda jeton kulesinə gəlirdi. Amma şans çarxına gələcəkdə gözlənilir. Əsas da baxın, bu paltar var ha, Rampage'in. Çox qəşəng paltardır, onu bəyənirəm. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizdə dostlar, baxın, M887-nin token veli gələcəyi gözlənir. Hansı ki, bu vaxta qədər olan M887-nin bütün atölyələrini
bir otomata yığacaqlar, şans sarxına yığacaqlar və bizlərə göstəriş edəcəklər. Amma qəşəngdir, baxın bu M1887 qəşəng, üçü də qəşəngdir, yəni biri də yox, üçü də qəşəngdir. Bir-birindən gözəl M1887 desenləri var. Düzdür, mən bu silahı çox da istifadə eləmirəm. Amma yenə də bəlkə gəlsə almağı düşünərik dostlar. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, baxın Jazz pantolonunun bu şəkildə də gələcəyi gözlənilir. Əvvəlki videolarda Tokenville gələcəyini demişdim. Amma başqa serverlərə baxın bu şəkildə gedəcəyi gözlənilir. Hətta Justin Bieber'ın dəstli şəkildə gələcəyi gözlənilir. Yəni yenə də dedim də müxtəlif serverlərə müxtəlif formada gedir. Rus serverinə də iki cür gəlmə ehtimalı var. Ya Tokenville forması, yəni şans sarxı, ya da ki Lucky Royale etkinliyinə gələcəyi gözlənilir dostlar. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, görmüş olduğunuz kimi 2 ədəd Vadalaska deseni var burada. Bəli, biri ağ, biri isə qara. Nəsə qara başqa variant qaradır. Çünki məndə qara Vadalaska var, amma bunun kimi deyil. Bunun kimi parıldamır, sadə deyil. Bu ağ Vadalaska da çox qəşəngdir. Düzdür, mənim hesabımda var deyə mən bunu alacağımı düşünmürəm. Amma yenə də sizlərə nümayiş etdirirəm ki, bəlkə almaq istəyəniniz olsa, indidən almaqlarınızı saxlayın. OB54 güncəlləməsindən sonra mütləq və mütləq bizim serverə də gələcəyi gözlənilir. Ehtimalı böyükdür, artıq bəzi serverlərə gedib dostlar. Keçək növbəti etkinliyimizə. Gəldik növbəti etkinliyimizə dostlar. Bilmiş olduğunuz kimi sosial mediada çox böyük çaxnaşma yaşanıb ki, ay Sakura gələcək, Sakura gələcək. Bəli, Sakuranın bəzi serverlərə getdiyi deyə bir iddialar var. Dəqiq olub olmadığını bilmirəm, amma bu serverdə var. Hal-hazırda görmüş olduğunuz kimi bizim serverə gəlmə ehtimalı çox böyükdür uşaqlar. Ona görə də elmaslarını saxlayın. 10 üstə gəl bir çevirmə 800 elmas olacağı gözlənilir. Eyni zamanda da yəni bunu hər halda almağındansa almamağın daha yaxşıdır. Təsəvvür eləyin, içərisində bütün boya, daha doğrusu elit pas paltarları mövcud olacaq. Hansı ki, yəni bunların içərisindən Sakura çıxma ehtimalı çox aşağıdır uşaqlar. Nəysə, vaxt itirmədən sürətli bir şəkildə sizlərə paltarları göstərib keçirəm növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, görmüş olduğunuz kimi Alok saqqalının gələcəyi gözlənilir və Lucky Royale etkinliyinə gələcəyi gözlənilir. Yenə də burada 2 ədəd ehtimal var. Ya Tokenville, yəni şans sarxına gələcəyi gözlənilir, ya da Lucky Royale etkinliyinə gələcəyi gözlənilir və eyni zamanda da yanında görmüş olduğunuz kimi 2 ədəd əlavədən saqqal verir bizə. Bunlar məsəl oyunda ilk dəfədir görürəm, yəni belə saqqalın olduğunu düşünmürəm. Yəqin özlərindən yeni bir şey gətiriblər. Bilmirəm, səhv eləyirəmsə kommentdə düzəliş eləyə bilərsiniz. Amma onu bilirəm ki, Alok saqqalın gələcəyi artıq dəqiqləşib, çünki bəzi serverlərə gedib. Keçək növbəti etkinliyimizə. Deməli dostlar, keçəndəki videoda desəm belə, indiki videoda deyirəm, çünki yeni gəlmiş olanlar ola bilər. Deməli elmas yükləmə etkinliyinin gələcəyi dəqiqləşdi artıq. İnşallah vaxtı bitəndə bu tipdə elmas yükləmə etkinliyindən qarşılaşmış olacağıq. Hansı ki, nə qədər elmas versək, bir o qədər də bizə qayıdır. Əladır. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, görmüş olduğunuz kimi taxt ifadəsinin geri dönəcəyi gözlənilir və eyni zamanda da Lucky Royale etkinliyində gələcəyi düşünülür. Yanında isə gülmə ifadəsi, maşının üzərində oturan o ifadə var idi, köhnə ifadə, baxın o var. Eyni zamanda da baxın bu deməli destansı ifadə var, qırmızı rəngdə, baxın görmüş olduğunuz kimi. İndi sizlərə göstərək bunu da. Baxın bu ifadəni bir ara gətirmişdilər. İndi yenidən gətirəcək gözlənilir. Random bir şəkildə ya taxtın üzərində oturur, ya da klozetin üzərində oturur. Baxın belə bir ifadədir. Çox maraqlı bir şeydir. Hamısını qatıb bir Lucky Royale etkinliyinə gələcəyi gözlənilir. Keçək növbəti etkinliyimizə. Növbəti etkinliyimizə dostlar, görmüş olduğunuz kimi baxın MP40, yəni daha doğrusu Poker MP40 desenlərinin gələcəyi gözlənilir. Artıq dəqiqləşdi. Bəzi serverlərə getdi. Bizim serverdə gələcəyi gözlənilir. Ayın 24-ü olacaq olan həmin OB54 güncəlləməsindən sonra mütləq və mütləq şəkildə bir gün yatacağıq, səhərsin durub görəcəyik ki, artıq bizim serverə bu gəlib. Keçək növbəti etkinliyimizə. Bəli uşaqlar, hər biriniz məndən soruşurdunuz ki,
mələk şalvarının gələcəyi tarixi söylə, mələk şalvarının gələcəyi tarixi söylə. Uşaqlar, mələk şalvarların gələcəyi artıq dəqiqləşir. Yəni dediyim kimi bəzi serverlərə getdi. Bizim serverdə gələcək gözlənilir. Artıq OB54 güncəlləməsindən sonra mütləq və mütləq şəkildə bir gün bu bizim serverdə yer alacaq. İnşallah Allahın izni ilə gəlsə, bunlardan daha doğrusu birisini mütləq və mütləq şəkildə alacağam. İstəyir qız olsun, istəyir oğlan mələk olsun, mütləq və mütləq şəkildə ən az bir ədəd mələk şalvarı almamış bu otomatdan çıxmayacağam. Bunun da videosu gələcək uşaqlar. Və bəli dostlar, bu dəfəki videomuzda da bu qədər. Bu tip videolardan xəbərdar olmanızı istəyirsinizsə, kanala abunə olub, videolara like atmağı unutmayın. Nəzərdə çatdırım ki, siz bunu eləməklə mənə dəstək və motivasiya vermiş olursunuz. Mən də həvəsə gəlirəm, bu tip videoların davamını daha da sürətli bir şəkildə gətirirəm. Sağ olun, salamat qalın.